Amerika Birləşmiş Ştatlarında erməni soyqırımı iddialarına qarşı mübarizə aparan Osmanlı səfiri kim idi? Onu deyim ki, bu həm də Amerikada Osmanlının ilk səfiri idi. Bir ona keçməmişdən qabaq qeyd edeyim ki, Osmanlının Avropada ilk daimi səfiri 1793-cü ildə Londona təyin olunan Yusif Agah əfəndi idi. Osmanlının Amerika Birləşmiş Ştatlarına təyin edilmiş ilk səfiri isə Alfred Rüstəm Belinski idi. O Midilli anadan olmuşdu. Atası Polyak, anası isə İngilis idi. Atası 1848-ci il Avropa inqilablarından iştirak etdiyinə görə təqiblərdən qaçaraq Osmanlıya sığınmış və burada İslam dinini qəbul edib Nihad adını götürmüşdü. Özü də Midilli anadan olmuşdu və Avropa ölkələrində təhsil aldıqdan sonra Osmanlı Xarici İşlər Nazirliyində fəaliyyətə başlamışdı. İlk dəfə Amerikaya 1898-ci ildə ora göndərilmiş olan müvəqqəti elçinin ataşesi kimi fəaliyyətə başlamışdı. Və burada onun rüşvətxorluğunu ifşa etdiyinə görə vəzifəsindən alınmışdı, lakin buna baxmayaraq fəaliyyətini davam etdirmişdi. İkinci dəfə isə 1914-cü ildə Amerika Birləşmiş Ştatlarına səfir təyin edildi və ilk daimi səfir oldu Osmanlının Amerikada. Onun gördüyü işlər nə idi? Birincisi, Amerikanın Yunanistana hərbi gəmilər satmasının qarşısını almaq üçün canı dildən çalışdı. Səbəbi Yunanistanın Osmanlı düşmən mövqedə olması idi. Lakin buna nail ola bilmədikdə hər iki tərəfdən, həm Yunanistandan, həm Amerikadan zəmanət aldı ki, həmin gəmilərdən hücum məqsədi ilə istifadə edilməyəcək. Rəsmi zəmanət aldı. İkincisi, hələ 19-cu əsrin 90-cı illərində Osmanlılarda ermənilərə qarşı soyqırımın həyata keçirilməsinə qarşı Amerikada baş verən siyasi proseslərə qarşı canı dildən mübarizə apardı. Da Woodrow Wilsonun qəbuluna kimi getdi. Bu alınmadıqda Amerikanın siyasətini ifşa edən çoxlu məqalələrlə jurnallarda çap edildi. Woodrow Wilson ondan üzr istənilməsini tələb etdikdə üzr istəməkdən imtina etdi və buna görə də Amerika üçün arzu olunmaz bir şəxs elan edilib Amerikadan qovuldu.